Benim kanalımın seyircileri, her bir insana Allah Teala yaradan bir unikal xüsusiyyət verib. Mənə də elə bir xüsusiyyət verib ki, mən özümü şuurlu olaraq dərk eləyəndən mozaikanı yığmağı bacarıram. Və bu heç bir kitab oxumaqla filan bağlı deyil, yaradan nə veribsə odur. Sonradan bunu da mənə alimlər, professorlar başa salıb. İndi o dərinliyinə getmirəm, özümü tərifləmirəm. Uşaqlıqdan elə gətirib ki, mən cənub zonası ilə sırf kontaktda əlaqəli olmuşam. Qohum-əqrəbəm Astaradan üzbəridir. Sonradan iş əsnasında mən o zonalara çox getmişəm. O torpağı qarış-qarış gəzmişəm. Bəli, olmadığım yerlər də çoxdur. Amma yaradanın mənə verdiyi bir xüsusiyyəti, mozaikanı bir yerə toplamaq qabiliyyəti orada da mənim karıma gəlib. Mən İranla sərhəd ərazisində Azərbaycanın, əslində İranla sərhəd ərazisi deyil, Azərbaycandır, Cənubi Azərbaycan. İndi Farslar və Ruslar Gülüstan müqaviləsi ilə belə bir simvoliklik yaradıb. Əslində Azərbaycan ərazisidir. Məğzi də, söhbəti də ona gətirirəm. Və mən o yerdə, o ərazidə qırmızı gil, əlimlə qırmızı gili yerdən götürüb qıpqırmızı. Mən kürqıraqlıyam, kürün qırağı gillə doludur. Amma orada qırmızı gil deyil. Heç bir çayın qırağında qırmızı gil deyil. Müəyyən qədər sarımtıllığı olandır. Amma cənub zonasında Lerkin, Astaranın bəzi hissələrində əsas da Savalan dağı görsənən ərazidə əlvi atırsan yerə görsən qıpqırmızı gil. Və mən o vaxtı cavan olanda bir sənədli filmə baxmışdım. İngilislərin çəkdiyi Cənnət axtarışında. Cənnət axtarışında və onlar analiz eləyərək iki çay arası bəlkə Dəclə və Fərat arasıdır. Eden bağları harda olub? Adəm bağları gəlib çıxdılar məhz bizim cənub bölgəsinə. Və onlar da orada qeyd elədilər ki, bu indi simvolik olaraq bölünüb Cənubi Azərbaycan, Şimali Azərbaycan. Bura hələ bir Azərbaycandır. Cənnət çox yəqin ki, Azərbaycan ərazisində olub. İndi dini fanatiklər məni tənqid eləməsin. Mən elmi baxımdan yanaşıram bu yerə. Biz laborator şəklində yaradılmış canlılarıq və məhz 11 iqlimdən 9'unun Azərbaycanda olmağı, laboratoriyada canlını yaradanda, sonradan o gidib Norveçdə, İsveçdə, Afrikada yaşaya bilməz üçün o laboratoriyada iqlim qurşaqlarının çoxu olmalıdır. Hardakı insan yaşayır, o iqlim qurşaqları o laboratoriyada olmalıdır. Bu qədər.